Türk Mətbəx Həftəsi çərçivəsində mayın 20-sində Naxçıvan Muxtar Respublikasında Türkiyə Baş Konsulluğunun iqamətgahında tədbir təşkil olunub. Tədbirdə dövlət, hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Asif Kaya və Baş Konsulun müavini Ayşə Şengül Yıldırım çıxış edərək ölkələrinin zəngin mətbəx ənənələrindən danışıblar. Həmçinin Türk mətbəxinin zəngin tarixi, milli kulinariya ənənələri və Azərbaycan-Türkiyə dostluq münasibətlərinin mədəni sahədəki əhəmiyyətinə də diqqət çəkilib. Qeyd olunub ki, Türk mətbəxi dünya kulinariya mədəniyyətinin ən zəngin nümunələrindən biri olmaqla yanaşı xalqlar arasında mədəni körpü rolunu oynayır. Belə tədbirlərin təşkili ortaq tarixi mədəni dəyərlərin tanınması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, Türk Mətbəxi Həftəsi Türkiyənin ənənələrini, zəngin mətbəxini dünyaya tanıdır. Tədbirdə Türk mətbəxinin tarixindən bəhs olunub və mətbəxə aid təamlar təqdim edilib. Osmanlı'da yazılmış ilk Türkçe gastronomi kitabında geçer ve orada bir aşçının maharetini göstermek için yaprak sarmayı ve lahana sarmayı iyi yapması gerektiği söylenir. Becce'yü tabbahin olarak geçen bir Osmanlıca yazılmış el yazması gastronomi kitabında ilk örneklerini görebiliyoruz. İmam Bayıldı'da yine rivayet odur ki bir imamın eşine yemek yapmasını söylediği sırada işte hanımefendinin elde ne bulduysa yaptı ve sonrasında imamın gerçekten lezzetinden bayıldığı iddia edilen bir kökeni var. Her yıl 21 Mayıs, 27 Mayıs Türk mutfağını tanıtım haftası olarak kutlanıyor. Dünyanın çeşitli yerlerindeki dış temsilcilerimiz, ülkemizdeki valiliklerimiz Türk mutfağının çeşitliliğini, zenginliğini tanıtan etkinlikler düzenliyorlar. Bu çerçevede bugün biz de burada böyle bir etkinlik düzenledik. Bunu Nahçıvan'da ikinci defa yapıyoruz. Ben gelen bütün misafirlerimize teşekkür ediyorum. Vakit ayırıp geldiler. Bildiğiniz gibi Türk mutfağı dünyanın en zengin mutfaklarından birisi. UNESCO tarafından tescil edilmiş bir mutfak. Çok köklü bir geçmişi var. Çok büyük bir zenginliği var. Bizim amacımız da bu zenginliği daha da çeşitlendirmek, korumak ve gelecek kuşaklara aktarmak. Bu nedenle bu tür etkinlikler çok önemli. Azerbaycan'la da tabii ortak yönlerimiz çok fazla. Diğer alanlarda olduğu gibi mutfak alanında da benzerliklerimiz var. Ortak yemeklerimiz var. Bu tür etkinliklerimize inşallah devam edeceğiz. Sizlere de teşekkür ediyoruz. Bu etkinliğimizi bütün Nahçıvan'a, kamuoyuna yansıtıyorsunuz. Sağ olun. Həsən Məmmədov, Nifti İbrahimov, Emin Babayev, NTV Xəbər.